Siz Maksim Şevçenko'nun adını çəktiniz və mən sizə deyim ki, Maksim Şevçenko Rusiya politoloqları, belə deyək, jurnalistləri arasında obyektivliyi ilə bəzən olur, yəni haqsız fikirləri də olur, biz onunla razılaşmışıq da, razılaşmamışıq da olub. Amma sonuncu dəfə, yəni onun o açıqlamasını, sizin haqqında danışdığınız, yəni o məqamla bağlı açıq şəkildə deyir ki, Rus generalları Prezident Putini aldadıblar və bu aldatmaqda da davam edirlər. Və nə qədər çox aldadacaqlar, Rusiyanın faciələri bir qədər də artacaq. Bunu Bakıdan demirlər, bunu Gürcüstandan və yaxud da ki, Amerikadan, Fransadan demirlər. Bunu Moskvada oturan, bu xarici agent deyil, yəni digərləri xarici agent elan olunsalar da, bu günləri Maksim Şevçenko bunu açıq şəkildə dilə gətirir ki, bəli, bu günləri ordumuz çox böyük çətinliklə baş-başadır. O, bəzən bizim də media, deməli, zaman-zaman bu haqda danışır. Baxın, son günlər Rusiya ordusunun itkiləri ilə bağlı və səfərbərliyi ilə bağlı hansı xəbərlər gəlir. Elə biz Media Türk efirindəyik, deyə bilərik. Dostları dəvət edirəm, Modern Az saytına girsinlər və baxın orada manşetdə uğurlanmış və aldadılmış zoran müharibəyə, Rusiya müharibəsinə cəlb edilmiş Azərbaycanlıların şəkilləri və müraciətləri var. Mən başqa sayt demədim, yəni sizin əlinizin altında Modern Az saytına girin, baxın orada görəcəksiniz bizim Azərbaycanlı oğulları Ruslar necə öz, belə deyək, gic müharibəsinə cəlb ediblər və onlar da səfirliyə, valideynlərinə müraciət edirlər ki, bizi bu bəladan qurtarın. Uzağa demirəm, sizə gedin hansısa, nə bilim, Financial Times, nə bilim, Herald Tribune və yaxud da Washington Post və yaxud New York Times'a baxın. Mən sadəcə deyirəm ki, Azərbaycanın öncül saytlarından birinə girin, bu dəqiqə baxın, yəni paralel olaraq görəcəksiniz orada. Məsələ o dərəcədə, yəni gərgindir ki, Rusiya Şimali Koreyaya yenidən dil çıxardıb, uzadıb və oradan əskər istəyib. Və Kim Çın-ın öz əziz dostu, qardaşı, öz ağlında olan Putinə 9.000-ə yaxın əskər göndərir. O 9.000 əskərin səhv eləmirəmsə, haradasa 8.000-i silah altına alacaq, 1000 nəfəri də Rusiyada işçi qüvvəsi çatışmamadığına görə o proseslərə cəlb olunacaq. Hindistandan alınanları mən demirəm. Bu, sırf Şimali Koreyadan yalvarıb gətirdikləri. Və Rusiyanın bugünkü vəziyyətinə baxın. Hindistanın keyfiyyəti, üzr istəyirəm, ən gerdə qalmış Sovet texnikasına töksün, bəlkə də o texnika normal hərəkət eləməz, benzin alır. Qardaş Türkiyədən benzin alır. Nə bilim, Yunanistandan benzin xahiş edir. Hara əli çatır, yalvarır. Necə olur ki, o sən neftin üzərində səltənətlər qurmusan, yəni şəhərlər, nə bilim, zavodlar, fabriklər, amma onların heç birindən sən bəhrələnə bilmirsən. Və bugün səhər saatlarında buyurun, baxın, yəni Ukrayna yenidən Azonun, deməli, bundan əvvəl Valberisin, deməli, ambarlarını sıradan çıxarırdı. İndi bugün yenidən Azonun, deməli, obyektlərini sıradan çıxarır. Mən bunu bir neçə dəfə demişəm, bizim insanlarımız hamısı indi siyasətlə məşğul olmurlar, bəzən fikirləşirlər ki, müharibə harda gedir, bu Rusiya ambarları bu müharibədə hansı rolu oynayır? Çox böyük rol oynayır, dəyərli dostlar. İndi mən qayıdacağım o Maksim Şevçenko'nun açıqlamasına. Məsələ burasındadır ki, bu günləri 100 minlərlə insan bir günün içərisində, bir saatin içərisində bütün varın, dövləti itirir və itirməkdə də davam edir. Bu milyardlar artıq trilyonlarla ölçülür. Trilyonlarla ölçülür. O trilyonun Rusiya büdcəsinə həm müharibə aparmaq üçün, həm müharibədə iştirak edənlərin pulunu ödəmək üçün, həm ölənlərin ailələrinə pul ödəmək üçün istifadə olunan vəsaitlərdir. Maksim Şevçenko'nun açıqlaması, bilavasitə dəyərli Heydər bəy, dəyərli Media Türk tamaşaçıları, Maksim Şevçenko ilə yan-bayan, yəni demək olar ki, eyni vaxtda Moskva meri Sergey Sobyanin də bir çağırış eləyib. Yəni Putinə ki, vəziyyət çox ağırdır, vəziyyət çox kritikdir.
Bu vəziyyət hələ bu yayın belə deyək də belə ortasındadır. Artıq növbəti aydan sentyabrdan Rusiyada soyuqlar başlayır. Yəni sentyabr, oktyabr aylarında Rus insanı artıq bu günləri küçədə ağacın altında, skameykanın yanında 50 qramını vurub kəlləsini atırdı. Sabah qar, yağış olandan sonra o 50 qram içəndən sonra çöldə bayırda qalmayacaq. O otağa keçməlidir və bədəni qızmalıdır belə götürəndə. Rusiyanın fəlakəti sentyabr ayında başlayacaq. Oktyabr ayına adlayacaq. Hatırlayırsınızsa ötən illərdə Rusiya var gücü ilə çalışırdı ki, Ukraynadakı insanları soyuqdan dondursun. Elektrik stansiyalar vurulurdu. Sonra orada istilik, elektrik deməli müəssisələri sıradan çıxarılırdı. Kiyev davamlı şəkildə, özü də paytaxt Kiyev davamlı şəkildə vurulurdu. Amma bu günləri artıq Ukrayna komandanlığı da dəyişib, silahlı qüvvələrin komandanlığı da dəyişib. Amma Rusiya əskərlərinin yəni sayı artmır, azala gedir. Rəqəmlərə baxın. Şevçenkonun, Sobyaninin üstü örtülü çatdırdığı fikirlər, yəni söhbət orada Valberisdən və yaxud da ki Azondan elə belə ola bilsin kiminsə obyekti yandı, kimi deyə bilər. Amma orada 100 minlərlə insanın yəni obyektindən söhbət edir. Və baxın, bir düşünən ölkənin prezidenti fərman imzalayır Heydər bəy. Ayın 24-də Putin bir fərman imzalayıb. Deməli, qoruya bilmədiyi o həmin o Valberisdi, Azondu, digər vacib obyektlərin məsuliyyətini atır müəssisə rəhbərlərinin üzərinə. Bu zehniyyata baxın ha. Sən niyə onu qoruya bilməmişsən? Sən özünü qoruya bilmirsən bir dövlət olaraq. Sənin hava hücumundan müdafiə sisteminə həmin o müəssisələrin bossları milyardlarla vergi ödəyiblər. Ordunu saxlamağa, sənin özünün, sevgilinin, tanışlarının belə deyək də pulunu ödəmək üçün həmin o müəssisələr, Valberislər milyardlarla pul ödəyiblər. Sən niyə qorumursan? Fikir verin ha. Məsuliyyəti özündən atdı artıq insanların üzərinə. Fərman imzalayıb. Ayın 24-də Putin fərman imzalayıb. Bütün məsuliyyəti özün güya bu kənara çəkir. Çünki boğulur artıq. Boğulur. Çünki Valberisdə 100 minlərlə insanlar bunun ölüsünü, dirisini hər an yad eləyirlər. Azon da həmçinin. Azonda yanan o məhsul həm də Rusiya ordusunun təchizatının kəsilməsi deməkdir. Gəlirdi Valberisə, gəlirdi Azona, oradan Müdafiə Nazirliyi üçün, nə bilim, güc strukturları üçün ərzaq, geyim, nə bilim, hansısa hərbi sənaye kompleksi üçün müəyyən belə deyək, avadanlıqlar artıq yoxdur, yandı və gəlməyi də çətinləşir. Əvvəllər Ermənistan sənə kömək eləyirdi, əvvəllər sənə Çin kömək eləyirdi, Şimali Koreya kömək eləyirdi. İndi Şimali Koreyadan gələn raketlər də yolda Ukrayna silahlı qüvvələri tərəfindən darmadağın edilir. Heç gedib o mənzil başına çatmamış. Ona görə də Rusiyanın vəziyyəti katastrofikdir. Bəzən məni, sizi, digərlərini o taxtabaş yığınağı günahlandırırlar ki, biz burada yaşayırıq, əyala yaşayırıq. Yaşa qardaşım, yaşa. Sən hələ necə yaşayacaqsan biz ona baxacağıq. Biz bunu 5 ilə yaxındır bundan əvvəl deyirdik ki, bu həna o hənadan deyil. Yəni Rusiyanın başladığı bu avantura, Rusiyanın başladığı bu hərəkətlər, Rusiyanın yəni artıq taqətdən düşməsidir. Bir cümlədə deyim, sualınıza keçərsin. Baxın, dünən çığırda Robert Kaçaryanın qulağından tutub, o calladın qulağından tutub aparıb otuzdurdular türməyə. 2 aylıq hələlik istintaq dövründə həbs verdilər. Ermənistanın sabiq prezidenti, Rusiyanın Ermənistandakı o canişini, düzdür, Serj Sarkisyanı hələlik deməli ev dustallığına nəzarətə veriblər. Robert Kaçaryanı, oğlun və Garik Tsarukyandı, Samvel Karapetyandı. Bunlar hamısı Rusiyanın Ermənistanda yerləşdirdiyi o toplar idi, belə deyək də, əgər elə demək mümkündürsə. Nə oldu? Alınmadı Volodya. Rusiyanın gücü olsaydı
Rusya için artık bilirsiniz Rusya vabanka gedir Heydər Bey. Ve yakın günlerde özünüz de göreceksiniz. Bunlar Ermənistanı qarışdırmaq istəyirdiler. Robert Koçaryan idi, Serj Sarkisyan idi, digərləri bu Trump marşrutu ilə bağlı. Paşinyan artıq bəzi dəstəkləri alıb, Paşinyan bəzi belə deyək də qarantiyaları alıb, yəni zəmanətləri alıb deyə bu addımları atır. Ona görə də o qardaşımızın, dostumuzun sualını Rusiya Azərbaycanın üstünə gələ bilərmi? Rusiya hələ əynindəki şalvarı normal saxlasın. Jirinovski yadınıza gəlir, canlı efirdə şalvar əynindən düşən kimi.